Bu gün danışırıq bağlayıcı. Deməli, bağlayıcı sözləri, cümlələri, həmcins üzvləri bir-birinə bağlayır. Hətta abzasları belə bir-birinə bağlayır. Bağlayıcı sözlər, cümlələr, həmcins arasında əlaqə yaradır. Deməli, bizdən soruşsa ki, hansı köməkçi nitq hissəsi əlaqə yaradır? Bağlayıcı. Demişdik, qoşma mənaçaları yaradır, bağlayıcı əlaqə yaradır. Bağlayıcılar quruluşsa sadə və ya mürəkkəb olur. Quruluşsa sadə və ya mürəkkəb olur. Sadə bağlayıcılara ya, nə, ca, çünki, əgər və s. Mürəkkəb bağlayıcılar bitişik yazılanlarımız var və ayrı yazılanlarımız var. Bitişik yazılanlara deyə bilərik nəinki, habelə, hərca, bir də halbuki. Ayrı yazılanlara deyə bilərik cah da, ya da, nə də, madam ki, hərçənd ki. Bunlar da ayrı yazılanlar. Dedik ki, köməkçi nitq hissələrinin heç biri quruluşsa düzəltmə ola bilməz. Ya sadə olar, ya sadə mürəkkəb olar. Düzəltmə köməkçi yoxdur. Bağlayıcı da sadə mürəkkəb olur. Sadələr bir kök, mürəkkəblər iki kök. Bitişik yazılan cəmi 4 dənə nəinki, habelə, hərca, halbuki. Ayrı yazılanlar cah da, ya da, nə də, bir də madam ki, hərçənd ki, yəni ki, bunlar ayrı yazılanlardır. Bağlayıcı mənasına görə ayrılır tabelilik bağlayıcıları və tabesizlik bağlayıcıları olmaqla iki qrupa bölünür. Tabelilik və tabesizlik. Tabelilik bağlayıcılarının 4 məna növü, tabesizliyin 6 məna növü var. Birinci tabeliliyin növlərindən yazaq. Var güzəşt bağlayıcılarımız, hərçənd, hərçənd ki. Şərt bağlayıcılarımız, əgər, hərca, madam, madam ki, indiki, bir halda ki, sonra var səbəb bağlayıcılarımız, çünki, ona görə ki, ondan ötürü ki, sonra, çünki, ona görə ki, ondan ötürü ki, yaxud da ola bilər o səbəbə ki. Bir də tabelinin növlərinin içərisində var, buradan yazım, aydınlaşdırma. Ki, belə ki. Aydınlaşdırma növü həm tabeli, həm tabesiz ortaqdır. Hər ikisində var. Tabeldə aydınlaşdırma ki, belə ki. Tabesizdə aydınlaşdırma, yəni məsələn. Burada nəyi yadımızda saxlamalıyıq? Güzəşt bağlayıcılarında, məsələn, biz öyrəşmişik ki, harada ki gördüksə, ondan sonra vergül qoyaq. Hərçənd ki, madam ki, sonra deyə bilərik ki, ona görə ki, bir halda ki, bu bağlayıcılarda vergül qoyulmur. Deməli, harada ki gördüksə vergül qoymaq yanlış fikirdir. Daha sonra bu bağlayıcılardan ki-də vergül qoyular. Aydınlaşdırmada ki, ki var, ki-də vergül qoyular. Ki həm bağlayıcı olar, həm ədat olar. O indi amonimliyi danışanda vurğulayarıq. Tabelinin öyrəndik 4 növü var. Güzəşt, səbəb,
şərt, aydınlaşdırma. Güzəşt, hərçənd, hərçəndçi, şərt, əgər, hərca, madam, madamçı, indici, bir halda ki. Səbəb, çünki, ona görə ki, ondan ötürü ki, o səbəbə ki. Aydınlaşdırma isə ki, belə ki. Bu isə oldu tabelinin növləri. İndi yazaq tabelsin növləri. Bir, birləşdirmə və ilə. 2, bölüşdürmə ya da cah da İstər, istərsə də yaxud və yaxud bunlar deməli olur bölüşdürmə. 3, inkar nə də ki. 4, qarşılaşdırma amma, ancaq, lakin, fəqət, halbuki isə. 5-ci, iştirak. 6-cı, aydınlaşdırma. İştirak növünə deyirik ki, həm də, də, hətta, sonra həmçinin, o cümlədən, nəinki, aydınlaşdırmaya da deyə bilərik ki, yəni, məsələn. Deməli, tabelinin aydınlaşdırması ki, belə ki, tabelsin aydınlaşdırması, yəni, məsələn, bəzən yəni ki də işlənə bilər. Bu bizim bağlayıcıların növləri. Tabelsiz bölündü, birləşdirmə və ilə, bölüşdürmə ya da, cah da, istər, istərsə də, yaxud və yaxud, inkar nə də ki, qarşılaşdırma amma, ancaq, lakin, fəqət, halbuki isə, iştirak həm də, da, hətta, o cümlədən, o sıradan, nəinki, həmçinin, aydınlaşdırma, yəni məsələ. Bu bağlayıcıların növləri. İndi isə bağlayıcılarda vergülün işlənməsini danışaq. Qoşmada dedik ki, heç bir növündə vergül qoyulmaz. Bağlayıcıların bəzilərində qoyular. Məsələn, nə, ca, ya, həm. Bunlar təkrarlana bilər. Nə də, cah da, həm də bu formada təkrarlana bilər. Bu bağlayıcılar təkrar olunarsa, birincidən başqa digərlərində qoyular. Məsələn, bir dənə işlənsə qoyulmaz. Deyirik ki, yağış, cah, yağır,
virgül, cah dayanırdı. Bu zaman yağış cah yağır, cah dayanırdı. Birinciden sonra ikinci növbəti dəfə gələrsə, yəni təkrar olunarsa, bu zaman ikisinin arasında virgül qoyular. Yaxud da deyirik ki, məsələn, nə dinir, virgül, nə danışır. Bu zaman yenə təkrar olunduğu üçün birincidən sonra virgül qoyular. Təkrar olunmasa, yalnız bir dəfə işlənsə, virgül qoyulmaz. Sonra varımızdır, deməli, qarşılaşdırma bağlayıcılarımız var. Qarşılaşdırma bağlayıcılarımızda, deməli, virgül əvvəl qoyular, sonra qoyulmaz. Qarşılaşdırma ilə səbəbdən əvvəl virgül qoyular, sonra qoyulmaz. Qarşılaşdırmalar hansıydı? Amma, ancaq, lakin, fəqət, halbuki isə. Bunlar qarşılaşdırma idi. Deməli, var idi bir də səbəb bağlayıcıları. Səbəblər hansıları idi? Çünki, ona görə ki, o səbəbə ki, ondan ötürü ki, bunlar da səbəb bağlayıcıları idi. Bunlardan əvvəl virgül qoyulur, sonra virgül qoyulmur. Məsələn, nümunə yazaq, aydın olsun. Dərsə gəlmədim, çünki xəstələnmişdi. Çünki səbəb bağlayıcısıdır, ondan əvvəl virgül qoyular, amma sonra qoyulmaz. Dərsi oxudu, lakin testi yazmadı. Burada lakin qarşılaşdırmadı, əvvəl qoyular, sonra qoyulmaz. Yaxud da dərsi oxudu, amma testi yazmadı, ancaq testi yazmadı, fəqət testi yazmadı. Bundan hər birinə əvvəl virgül qoyular, sonra virgül qoyulmaz. Daha sonra dadə sadalanarsa virgül qoyular, sadalanmazsa qoyulmaz. Bağda, almada, armud da, gilas da vardı. Deməli, burada alma da, armud da sadalandığı üçün aralarında virgül qoyular. Amma desə, bağda alma da vardı, bu zaman virgül qoyulmaz. Biri işlənsə qoyulmaz. Ki bağlayıcısı. Ki ilə amonimli ilə danışaq, həm ədat olur, həm bağlayıcı olur, həm də şəkilçi olur. Bunların fərqi nədədir? Ki ədat olsa, adətən ismə, sifətə, əvəzliyə qoşular, uzun tələffüz edilməz və virgül qoyulmaz. Məsələn, mən ki gəlmədim. Burada ki ədatda qüvvətləndirir. Mən ki gəlmədim və uzana bilmir. Mən ki gəlmədim demək olmur. Və əvəzliyə qoşulur. Şəkilçi olsa bitişik yazılar. Məsələn, səhərki. Sifət düzəldir, zərfə qoşulub. Sifət düzəldib, hansı sualına cavab verir? Gecəki. Bağlayıcı olsa uzun tələffüz olunar və adətən feilə qoşular. Gəldim ki, səni görüm. Burada bağlayıcı və uzada bilirik. Gəldim ki, səni görüm. Feilin yanında gəlirsə, uzun tələffüz olunursa, bağlayıcı olur. Bağlayıcı olan zaman virgül qoyulur, ədat olan zaman virgül qoyulmur. Bitişik yazılan zaman da şəkilçi olur. Bu nə bağlayıcı, nə ədat sayılmır. Başqa bir nümunə yazaq. Dedilər ki,
İmtahan vaxtında keçiriləcək. Deyirəm ki, sən ki gözəl deyildin. Əgər dedilər ki, feilə qoşulub, uzun tələffüz olunur, bu zaman bağlayıcıdır və vergüldə qoyulmalıdır. Bağlayıcı olsa qoyulmalıdır. Amma sən ki gözəl deyildin, buradakı ki əvəzliyə qoşulub, uzun tələffüz olunmur, ədatdır, vergüldə qoyulmur. Ədat olsa vergül qoyulmur. Daha sonra bu bağlayıcının həm də amonimliyi sayılır da. Sonra varımızdır nələrdən? Dedik, şərt bağlayıcılarında vergül qoyulmur. Məsələn, hərçəngkidir, bir haldakidir, indikidir, hərcaqdır, madamki. Bunlarda vergül qoyulmur. Yəni, bağlayıcıdan sonra direkt vergül qoyulmur. Məsələn, indiki oxumaq istəmir, bir söz demə. Adətən mürəkkəb cümlənin tərkibində işlənir. Mürəkkəb cümlə olduğundan iki cümlə olur. Birinci cümlənin qurtardığı yerdə vergül qoyulur. İndiki oxumaq istəmir, burada qoyulur. Amma indikidən sonra, hərçəngkidən sonra, madamkidən sonra, əgər, hərca bunlardan sonra vergül qoyulmaz. Sonra gəldik bağlayıcıların amonimliyinə. Ki'nin amonimliyini işlətdik ədatla amonimli. Dadə. Dadə ədat olur. Şəkilçi olur. Bir də dadə bağlayıcı olur. Deməli, dadə nə zaman ədat olur? Məsələn, gəl də şəkilçi olur. Evdə bağlayıcı olur. Uşaq da yatıb. Deməli, bunu necə tapırıq? Əgər dadə olan cümlədə özümüzdən sadalamalar edib artırma eləyə biliriksə, bu zaman bağlayıcı olur. Feilə qoşulubsa, adətən sonda gəlibsə, sadalama edə bilmiriksə, bu zaman bağlayıcı ədat olur. Məsələn, ədat olmağına nümunə yazaq. Deyirik ki, sən də getməlisən. İşdə bayram tədbiri keçirildi. Bir də deyirik ki, məsələn, gəl çıx da. Deməli, birinci cümlədə sən də getməlisən. Özümüzdən artırma eləyə bilirik. Sən də getməlisən, o da getməlidir, biz də getməliyik deyə bilirik. Bu zaman olur bağlayıcı. İkinci cümlədə işdə bayram tədbiri keçirildi. Bitişik yazılıbsa şəkilçidir. O zaman yerli hal şəkilçisi. Yəni, bu nə ədat, nə bağlayıcı sayılmır. Gəl çıx da, burada feilə qoşulub, sadalama edə bilmirik. Bu zaman olur ədat. Feilə qoşularsa, sasə şəkilçisindən sonra gələrsə, gəlsə də, yazsa da, baxsa da, yəni şərt şəklindən sonra gəlsə, sonda gələrsə, sadalama edə bilmiriksə ədatdır. Sadalama edə biliriksə, bu zaman olur bağlayıcı. Daha sonra amonimliyində nələrimiz var? İlə. Qoşma dərsində də bunu vurgulamışdıq. İlə həm qoşma, həm bağlayıcı olur. Məsələn, desək ki, atamla
Gəzintiyə çıxdıq. Bir də desək ki, atamla anam bizə gəldilər. Deməli, atamla gəzintiyə çıxdıq. Burada yerinə və qoya bilmirik. O zaman olur qoşma. Və ilə əvəzləyə bilmiriksə qoşma. Atam və anam bizə gəldilər. Bu zaman və ilə əvəz etdiyimiz üçün olur, deməli, bağlayıcı. Bağlayıcı olanda və ilə əvəz edə bilirik. Qoşma olanda yerinə və qoya bilmirik. Bir də bağlayıcı olanda xəbər cəmdə olur. Gəldilər. Xəbəri cəmdə işlənir. Sonra amonimliklərimizdən var ancaq. Bağlayıcı olur. Ədat olur. Desək ki, ancaq sənə inanıram. Bir də deyirik ki, dərsə gəldi, ancaq testi gətirmədi. Ancaqın yerinə amma lakin qoya biliriksə bağlayıcıdır. Dərsə gəldi, lakin testi gətirmədi. Amma testi gətirmədi. O zaman olur bağlayıcı. Ancaqın yerinə təkcə, bircə qoyarıqsa bu zaman olur ədat. Ancaq sənə inanıram, təkcə sənə inanıram. Bircə sənə inanıram, yalnız sənə inanıram. Burada isə olur ədat. Deməli, ancaqın yerinə təkcə bircə qoyduğumuz zaman ədat, amma lakin qoyduğumuz zaman olur bağlayıcı. Yəni də amonimdir. Yəni bağlayıcı olur və ədat olur. Buna nümunə desək, yəni dərsi bilmir. Bir də deyirik ki, dostumu, yəni Laləni gördüm. Yəni dərsi bilmir, sual verir. Bu zaman olur ədat, sual ədat. Bəs dərsini bilmir. Dostumu, yəni Laləni gördüm. Burada məzmundan da aydınlaşdırma məzmunu var və aydınlaşdırma bağlayıcısıdır. Deməli, tabesin növüdür, tabesin aydınlaşdırma növüdür. Və yənidən əvvəl virgül qoyulur, aydınlaşdırır dostumu, yəni Laləni gördüm. Yəni həm bağlayıcıdır, həm ədat. Daha sonra amonimliklərində var nə. Nə bağlayıcı olur, ədat olur, əvəzli olur. Nümunə yazaq. Nə gözəl havadır. Nə oxuyur, nə yazır. Bir də deyirik ki, nə bilirsən. Nə gözəl havadır, fikri qüvvətləndirir və ədatdır. Buradakı nə olur? Ədat. Həm də ədat olanda sadalanır, bağlayıcı olanda sadalana bilir. Nə oxuyur, nə yazır, burada sadalanır, olur bağlayıcı.
İnkar edir də, inkar bağlayıcısıdır. Oxumur da, yazmır da. Nə bilirsən, burada da sual əvəzlik. Nəyi bilirsən? Əvəzlik. Yeri gəlmişkən nə də inkar bağlayıcısı işlənən cümlənin xəbəri mütləq təsdiqdə olmalıdır. Xəbəri inkarda versə, qrammatik normanın pozulması sayılır. Məsələn, nə oxumur, nə yazmır deyilirsə, bu qrammatik normanın pozuntusu sayılır. Bir cümlənin başı ayağı inkardan ibarət ola bilməz. Nə də onsuz da inkar bağlayıcısı olduğu üçün oxuyur, yazır olmalıdır. Oxumur, yazmır, yox. Daha sonra hətta var. Həm bağlayıcı, həm ədat, amonim kimi. Bunların nümunələri yazaq. Əgər desə ki, hətta görsəm də inanmaram, bu zaman hətta olur ədat. Əgər onu gördüm, hətta danışdım, özündən əvvəldə vergül qoyulur, bu zaman olur bağlayıcı. Onu gördüm, hətta danışdım. Deməli, yekunlaşdıraq fikrimizi. Bağlayıcı sözləri, cümlələri, həmcinsləri, abzasları bir-birinə bağlayır. Onlar arasında əlaqə yaradır. Mənaca tabelilik və tabesizlik olmaqla iki qrupa bölünür. Quruluşsa sadə və mürəkkəb olur. Tabeliliyin 4 növü səbəb, güzəşt, şərt, aydınlaşdırma. Tabesizin 6 növü birləşdirmə, bölüşdürmə, qarşılaşdırma, inkar, iştirak və aydınlaşdırma növü var. Amonimliklərini danışdıq. Hansılar amonim oldu? Hətta, yəni, nə, ki, dadə, ancaq, ilə, bunlar amonim olur. Adətən ədatla amonimlik yaradır, ilə qoşma ilə yaradır. Nəyin də həm də əvəzli ilə amonimliyi var. Bağlayıcılardan sözə bitişik yazılan yoxdur. Səbəb və qarşılaşdırma bağlayıcılarından əvvəl vergül qoyular, sonra vergül qoyulmaz. Sadalanan bağlayıcılar sadalanıb işlənərsə arasında vergül qoyular. Ki bağlayıcı olsa vergül qoyular, ədat olsa vergül qoyulmaz, bitişik yazılsa da şəkilçi olar. Demək olar ki, bağlayıcıdan bu qədər.